Dünyaya gəlirsən bir bədənlə, boş, heç nə yox. Sonra başlayırsan qazanmağa, yığmağa, elə bilirsən bu sənindir. Sonra da yenə həmin bədəni götürüb gedirsən, düzdür. Bu arada deyirsən, mənim pulum, sənindir, apardır. Deyirsən, mənimdir. Necədir, sənindir, bəs necə qoyub gedirsən? Adam da özü, necə ola bilər? Sənindirsə ixtiyarın var, gücün çatır, apar həmişə sənin olsun. Apara bilirsən, yox. Səni ki, adla çağırırlar, filan kəsi, o da sənindir, ona da sahib deyilsən. Cənazəyə qoyanda nə deyirlər? Deyirlər, meydi qaldır, filan kəsi qaldır. Bir apar meydi yu, adın oldu meyd, elədir. Deyirlər, maşın gətirin filan kəsi aparaq, deyir, gətirin meydi aparaq. Adıva da sahib deyilsən. Əynində olan paltarın ixtiyar əlində deyil. Deyir ki, vərəsələr icazə verməlidir ki, kəfən bükmək üçün yumamışdan qabaq onu cırırlar. Cıranda gərək varisindən icazə alasan. Köynəyivin ixtiyar əlində deyil.